Herkese salam. Bugünlerde hara baxsaq, süni intellekt, yəni qısaca C haqqında nəsə eşidirik, elə deyilmi? Yaxşı, bəs bütün bu səs-küyün arxasında əslində nəyə dayanır? Gəlin bu mürəkkəb terminləri bir kənara ataq və bu icmalımızda süni intellektin əslində nə olduğunu, necə işlədiyini birlikdə çox sadə dillə anlayaq. Bilirsiniz, ən qəribə məqam nədir? C-nin sözün əsl mənasında hər yerdə olmasına baxmayaraq, onun hamı tərəfindən qəbul edilmiş, bəli, tam olaraq budur, deyə biləcəyimiz universal bir tərifi hələ də yoxdur. Əgər bu mövzuda fikriniz qarışıqdırsa, inanın ki, tək deyilsiniz. Bəziləri üçün C insan zəkasını üstələyən qorxulu bir varlıqdır, digərləri üçünsə sıradan bir proqram. Bəs niyə belədir? Gəlin əsl səbəblərə baxaq. Əvvəlcə beynimizdəki o fantastik xəyallarla reallığı bir-birindən ayıraq. Çünki bizi ən çox çaşdıran şey məhz Hollywoodun bizə təqdim etdiyi o elmi fantastika filmləridir. Açığı, hətta bu sahənin tədqiqatçıları arasında belə qəti bir razılaşma yoxdur. C mütəxəssisləri arasında belə köhnə və məşhur bir zarafat var. Süni intellekt, kompüterlərin hələ edə bilmədiyi o möhtəşəm şeylərdir. İroniyaya baxın. Bu məntiqə görə C heç vaxt C olaraq qalmır. Çünki maşın nəyisə bacarmağa başlayan kimi, o artıq sehirli olmaqdan çıxır və adi bir alqoritmə çevrilir. Məsələn, 10 illiklər əvvəl avtomatik axtarış sistemləri və ya planlaşdırma alqoritmləri əsl süni intellekt möcüzəsi sayılırdı. İndi isə onlar sadəcə hər bir kompüter elmləri tələbəsinin dərsliklərdən öyrəndiyi sıradan alətlərdir. Tamam, gəlin fantastikanı tamamilə unudaq və gündəlik həyatımıza, real dünyaya qaydaq. Biz bugün süni intellektdən necə istifadə edirik? Gəlin 3 vacib nümunəyə nəzər salaq. Birinci real nümunəmiz təbii ki, öz-özünə idarə olunan maşınlardır. Yəni, təsəvvür etməyin ki, sükan arxasında görünməz bir robot oturub maşını sürür. Bu avtomobillər xüsusi kompüter görməsi ilə ətrafdakı maneələri tanıyır və qeyri-müəyyən vəziyyətlərdə, saniyənin mində biri qədər qısa müddətdə çox vacib qərarlar verirlər. A nöqtəsindən B nöqtəsinə getmək, ən uyğun marşrutu tapmaq, qəzadan yayınmaq, bu sadəcə yoldakı avtomobillərə aid deyil. Eyni texnologiya bugün havada uçan dronlarda və qapımıza qədər gələn çatdırılma robotlarında da fəal şəkildə istifadə olunur. Bəs bütün bunların həyatımıza təsiri nədir? İnanın mənə, təsirləri birbaşa inqilabilidir. İnsanlar sükan arxasından çəkilib, sadəcə nəzarətçi roluna keçdikcə, insan faktorundan qaynaqlanan yol qəzaları kəskin şəkildə azalacaq. Təkcə bu deyil, logistika zəncirləri saat əqrəbi kimi o qədər səmərəli işləyəcək ki, hər şey sürətlənəcək. Nəqliyyat həyatımızın o qədər dərinindədir ki, bunun gələcəkdə yaradacağı o müsbət dalğavari təsirləri indidən xəyal belə edə bilmirik. Amma AI sadəcə fiziki küçələrimizdə naviqasiya etmir, o həm də rəqəmsal dünyamızda sükan arxasındadır. İkinci böyük nümunəmiz məzmun tövsiyəsidir. Hər gün qarşınıza çıxan o Spotify playlistləri, Netflixdəki film təklifləri, Google axtarışlarınız və ya sadəcə sosial şəbəkə lentiniz, bunların hamısı məhz sizin zövqünüzə görə şəxsiləşdirilir. Təsəvvür edin, çap olunmuş qəzeti hər kəs eyni cür oxuyur, düzdür? Amma rəqəmsal dünyada hər kəsin qəzetinin ana səhifəsi tamamilə fərqlidir. Gördüyünüz məzmunu təyin edən bu görünməz alqoritmlər elə süni intellektin özüdür. Texnologiya şirkətləri bu alqoritmlərin necə işlədiyini böyük bir sir kimi saxlasa da, bunu yarada biləcəyi fəsadlar göz qabağındadır. Biz bazen fərqində belə olmadan, yalnız öz fikirlərimizlə və bəyəndiyimiz şeylərlə əhatə olunduğumuz filtr qabarcıqlarında və əks-səda otaqlarında sıxışıb qalırıq. Və ən təhlükəlisi odur ki, bu vəziyyət yalan xəbərləri, o məşhur troll fabriklərini və yeni təbliğat formalarını inanılmaz dərəcədə sürətləndirir. Bu, sadəcə günahsız bir texnologiya deyil, cəmiyyətin düşüncə tərzini formalaşdıran və istiqamətləndirən nəhəng bir gücdür. Üçüncü nümunəmiz isə tamamilə vizual dünyamıza aiddir. Şəkil və video yamalı. Üzümüzü saniyələr içində tanıyan təhlükəsizlik kameralarından tutmuş, telefonunuzdakı şəkli bir toxunuşla Van Gogh tablosuna çevirən tətbiqlərə və yüksək büdcəli kinolarda gördüyümüz o nəfəskəsən animasiyalara qədər hər yerdə C var. Sosial şəbəkələrdəki dostlarınızı avtomatik işarələməkdən pasport nəzarətindəki sistemlərə qədər bu texnologiya vizual reallığımızı təməldən dəyişir. Lakin burada çox dəhşətli, eyni zamanda adamı heyrətə salan bir məqam da var. Söhbət deepfake adlanan o saxta videolardan gedir. Bu texnologiya artıq o qədər təkmilləşib ki, əsrlər boyu qəbul etdiyimiz o məşhur gözümlə görməsəm inanmaram ifadəsi, bəli, artıq yavaş-yavaş öz mənasını itirir. Ciddi deyirəm, bugün internetdə qarşınıza çıxan hər hansı bir videonun həqiqətən real, yoxsa kompüterin yaratdığı qüsursuz bir illüziya olduğunu bir baxışda anlamaq artıq qeyri-mümkündür. Yaxşı, bura qədər əla.
İndi isə gəlin süni intellektin olduqca maraqlı çətinlik paradoksuna baxaq. Biz niyə həmişə maşınların nəyi asanlıqla bacarıb, nəyi isə edə bilməyəcəyini təxmin edərkən yanılırıq? Burada doğrudan da heyrətamiz bir vəziyyət var. İnsanlar üçün mürəkkəb riyazi hesablamalar aparmaq və ya saatlarla şahmat oynamaq beyni yoran çətin bir işdir, elə deyilmi? Amma bir kompüter üçün bəlli qaydalara əsaslanıb, saniyədə milyardlarla gedişi hesablamaq sadəcə uşaq oyuncağıdır. Hələ 1997-ci ildə o məşhur Deep Blue kompüterinin şahmat üzrə dünya çempionu Kasparovu necə məğlub etdiyini xatırlayın. Lakin digər tərəfdən, masadan sadəcə bir fincanı götürmək bizim üçün heç bir səy tələb etməyən saniyəli işdir. Amma robot üçün o fincanı aşırtmadan tam düzgün güclə, düzgün bucaq altında tutmaq və qaldırmaq inanılmaz dərəcədə qəliz bir mühəndislik problemidir. Yəni, biraz qəribə səslənsə də, bizim üçün ən asan olan maşın üçün əsl kabusdur. Bəs mürəkkəb proqramları bir kənara qoysaq, əsl süni intellekti fərqləndirən əsas xüsusiyyətlər nələrdir? Bunun üçün iki çox vacib amilə nəzər salmalıyıq. Bu sütunlardan birincisi muxtariyyətdir. Yəni, həqiqi süni intellekt hər kiçik addımda durub sizdən komanda gözləmir, sizin onun əlindən tutmağınıza ehtiyac duymur. O, ən xaoslu, ən qarmaqarışıq mühitlərdə belə müstəqil şəkildə fəaliyyət göstərib qərar verə bilir. Təsəvvür edin, izdihamlı bir küçədə qəfil qarşısına çıxan maneəyə ani reaksiya verən avtomobil və ya məlumat dənizində sərbəst üzən bir alqoritm. Sərbəst hərəkət etmək qabiliyyəti muxtariyyət adlanır. İkinci böyük sütun isə uyğunlaşmadır. Bu o deməkdir ki, C sistemləri sadəcə əvvəlcədən kiminsə yazdığı statik, darıxdırıcı kodlardan ibarət deyil. Süni intellekt fəaliyyət göstərdikcə, yeni məlumatlar aldıqca və təcrübə qazandıqca öz performansını durmadan yaxşılaşdırır. Necə ki, biz insanlar xəta etdikcə və yaşadıqca dərs alırıq, süni intellekt də öz təcrübələrindən öyrənərək mühitə tam uyğunlaşır. Baxın, məhz buna görə də bu mövzuda danışarkən, hətta düşünərkən belə istifadə etdiyimiz sözlərə çox diqqət yetirməliyik. Niyə? Çünki sözlərin doğrudan da böyük bir aldatma gücü var. Süni intellekt sahəsinin qabaqcıllarından olan Marvin Minsky bu məsələyə çox gözəl bir ad vermişdi. O bunlara çamadan sözlər deyirdi. Baxın, biz maşın öyrənir və ya anlayır dedikdə, istər-istəməz beynimizdə o maşına bir insan şuuru, hissləri aid edirik. Amma reallıq başqadır. Kompüter görməsi şəkli sizin kimi anlamır, o sadəcə pikselləri riyazi olaraq segmentləşdirir. Yolda gedən adamın köynəyində yol şəkli olduğu üçün onun üstündən keçməməli olduğunu insani mənada dərk etmir. O yalnız qabaqcadan təyin edilmiş şərtlər çərçivəsində rəqəmləri hesablayır. Yəni emosiyası yoxdur. Sözlər bizi çox asanlıqla aldada bilər. Və elə burada çox mühüm bir qrammatik və məntiqi düzəliş etməliyik. Xəbərlərdə tez-tez belə cümlələr eşidirik. Biz yeni bir C kəşf etdik. Amma əziz dostlar, süni intellekt stol və ya stul kimi sayılan bir isim deyil. O, biologiya, fizika, riyaziyyat kimi böyük bir elmi intizamdır. Siz necə ki, mən bugün bir dənə biologiya yaratdım demirsiniz, bir C deməyiniz də eyni dərəcədə məntiqsizdir. Buna görə də bunu daha çox yeməyə əlavə olunan bir çimdik duz kimi düşünün. Sistemdə sadəcə C metodlarından istifadə olunur. Yəni işin içinə ədviyyat kimi bir çimdik süni intellekt qatılır. Budur əsas məsələ. Təqdimatımızı çox maraqlı, yekun bir sualla bitiririk. Bütün bu danışdıqlarımızdan sonra sizcə şahmat oynayan alqoritm özü-özünə idarə olunan maşından daha ağıllıdırmı? Sizə bir sir verim, sualın əslində heç bir mənası yoxdur. CCC o qədər spesifik və dar çərçivədə işləyir ki, bir sahədəki dahilik digər sahədəki bacarıq haqqında bizə qətiyyən heç nə demir. Şahmat çempionu olan proqram maşın sürə bilməz, möhtəşəm maşın sürən avtopilot isə bir dənə də olsun spam mesajını tanıyıb filtrdən keçirə bilməz. İndi maşınların necə öyrəndiyini, əslində nə iş gördüyünü bilirsiniz. Bəs siz bundan sonra o maşınların nə qədər ağıllı olduğunu necə ölçəcəksiniz? Bu cavabsız və düşündürücü sualla sizi baş-başa buraxıram. İzlədiyiniz üçün təşəkkürlər.